Ərəstu Məsud özündən bu dəqiqə məlumat daxil oldu ki, Təbrizdən dostlarımız məlumat göndərib, Təbrizdə artıq terrorçu İsrailin bombardımanı 18 adam bugün öldü. Çox öldü. Mən Türk kanallarında oxudum ki, 50-dən yuxarı ya 30-dan yuxarı insan öldü. 18 adam indi bu dəqiqə mənə yazdılar ki, 18 adam oldu. Yəni mən həmvətənlərimə müraciət edirəm, bildirmək istəyirəm ki, gəlin biz milli təəssübkeşlik mövqeyindən çıxış edək. Əgər İrandakı Azərbaycanlı, o İranda deyil, o zaten özünün yaratmış olduğu dövlətdədir. O dövləti, müasir İranı yaradan Azərbaycanlılardır. Və biləsiniz ki, bugün həmin o Sepahın öldürülən generallarının da bir çox Azərbaycanlıdır. O cümlədən İran Silahlı Qüvvələri baş qərargahının rəisi, hansı ki qətlə yetirilibdir, Məhəmməd Baqeri, o da Azərbaycanlıdır. Yəni, ola bilər insanların bizlə mövqeyi eyni olmasın, onlar başqa bir dövlətin tərəfindədir, amma onlar bizim soydaşlarımızdır. Mən sizə əmin edirəm ki, Qarabağ müharibəsi zamanı, məsələn, nəzəri baxımdan, Xan kəndində və yaxud Ermənistanda yaşayan hansısa bir Yahudi icmasına Azərbaycanın raketi təsadüfən düşmüş olsaydı, siz təsəvvür eləmirsiniz, İsrail nələr eləyərdi, özünə əl qatardı. Bütün dünyada Holokost belə gəldi, antisemitizm elə getdi. Biz birinci millət olaraq özümüzə sahib çıxmalıyıq. Və mən hesab edirəm ki, Azərbaycan bu konfliktdə yalnız bir istiqamətdə fəaliyyət göstərməlidir. Ölkəmizin cənubunda, Cənubi Azərbaycanda, İran Azərbaycanı deyilən Azərbaycanda soydaşlarımızın qorunması, onların maraqlarının müdafiəsi istiqamətində. Bu bizim millətimizdir. Kiməsə İsrail dost ola bilər, kiməsə qardaş ola bilər və ümumiyyətlə İranın zəifləyəcəyi təqdirdə Azərbaycanın da İsrail üçün əhəmiyyət itəcəkdir. Çünki məhz İsrailin Azərbaycana marağının arxasında İran faktoru dayanırdır. İran təhlükəsi dayanır. Bunu heç vaxt gizlətməyiblər. İsrail hökumətinin bu barədə qərarları da olub. Ən yüksək səviyyədə, baş nazir səviyyəsində, prezidentlər səviyyəsində açıqlamaları da olubdur. Düzdür, mən bilmirəm, İsrailin Azərbaycanla bağlı başqa nə planları var. Amma mən onu bilirəm ki, Azərbaycanla bağlı planları Azərbaycanlılar qurmalıdır.